Bağışlayan və mehriban Uca Allahın adı ilə Quranda elmi ayələr mövzusu ilə siz əzizlərin xidmətindəyik. Biz keçən bəhsimizdə bu ayə haqqında danışırdıq. Nəml surəsi 88-ci ayə ki, sən bu dağları sakit görürsən, amma onlar buludlar kimi nizam-intizamlı şəkildə hərəkət edirlər. Biz demişdik ki, bu ayələr bəziləri bunu qiyamət haqqında iddia edirlər. Bəziləri deyirlər ki, bu ayələrdə işlənmiş sözlərə diqqət yetirdikdə görür ki, xeyr, bu qiyamətdən öncəki vaxtlara aid olan bir ayədir. Yəni, hal-hazırda yaşadığımız dünyaya aid olan məsələlərdir. Onların birinə işarə etmişdik. Biri də budur ki, biz qiyamət ayələrinə diqqət etdikdə orada ildırımların necə şaxdığın və necə səsküylü bir hadisələrin baş verdiyin, dağların dağıldığından işarə olunur. Amma bu ayəyə biz baxdıqda görür ki, uca yaradanımız dağların səsküysüz hərəkətinə işarə eləyir. Nizam, intizamla daha çox hərəkətinə uca yaradanımız işarə eləyir və bu işarələrə diqqət yetirdikdə görür ki, bu ayələr hal-hazırdakı dünyamıza, yəni qiyamətdən öncəki dünyaya ən çox uyğun gəlir. Və bu təfsir ki, Qurani Kərimin bu ayəsi yerin hərəkətinə işarə eləyir, bu daha çox uyğundur. Qeyd edilən ayədəki kəlmələrə diqqət etdikdə dağların sükunətli halda olduğundan, amma onların buludlar kimi sakit hərəkətinə işarə edilir və bu özü də qiyamət səhnəsinə deyil, bu dünyaya aid olduğu istifadə olunur. Və başqa bir kəlmə, ətqənə kəlməsi, nizam, intizamla sakit şəkildə hərəkətindən söhbət gedir ki, əgər qiyamətdən söhbət getmiş olsaydı, çünki qiyamət səhnəsi baş verəndə heç bir şey nizam, intizamla olmayacaq, hər bir şey dağılacaq. Amma burada nizam, intizamdan söhbət gedilir. Və ayənin sonunda uca yaradanımız İnnəhu xəbirun bima təfəlun kəlməsi işlədilir. İndiki və gələcək zamana işarə eləyir və bu da hal-hazırda olan zamanımıza işarə eləyir. Əgər bu ayədə uca yaradanımız ma fəəltum kəlməsi işlətmiş olsaydı, onda bəli demək olardı ki, bu ayə qiyamət haqqındadır. Biz bu incəlikləri incələdikdən sonra belə nəticəyə gəlirik ki, bəli, bu ayədə işlədilən sözlər qiyamət səhnəsinə deyir, bu dünyada olan uca yaradanımızın yaradılış nişanələrinə bir işarədir.